Hamıya salam. Bugünkü videomuzda Konstitusiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qəbul edilmiş plenum qərarı haqqında sizə məlumat vermək istəyirik. Bu plenumda Konstitusiya Məhkəməsi 92.10.1, 92.10.3 və 244.2-ci maddəsində Cinayət Prosessual Məcəlləsinin bu maddələrini əlaqəli şərh eləyir və video ərzində sizinlə bu müddəalar Konstitusiya Məhkəməsinin qəbul etdiyi plenumun müddəalarını müzakirə edəcəyik. 2019-cu ildə prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilmişdir və müraciətdə göstərilmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin məcəllənin 244.2-ci maddəsi arasında uyğunsuzluq yaranır. Belə ki, bir sıra hallarda müdafiəçi istintaq hərəkətinin qanunauyğun aparılmamasının, müdafiə etdiyi şəxsin qanun mənafelərinin zidd olması və istintaq hərəkətində iştirakın onun vəzifəsi deyil, hüquqi olmasına əsaslanaraq belə iştirakdan imtina edir. Sorunun verilməsində əsas səbəb odur ki, bəzi hallarda müdafiə etdiyi şübhəli və ya təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış istintaq hərəkəti zamanı iştirakdan imtina eləyir. Bu zaman müdafiəçilər öz fikirlərini onunla əsaslandırırlar ki, bəzi hallarda istintaq hərəkəti zamanı qanuna uyğun olmayan hərəkətlər icra olunur və yaxud da ki, həmin zaman müdafiəçi istintaq hərəkətini gördüyü üçün məhkəmə baxışı zamanı hakim tərəfindən dindirilmə ehtimalı olduğu üçün və onlar şahid qismində cinayət təqibində iştirak etməkdən yayınmaq istəyirlər. Onlar istəyirlər ki, sona qədər öz müttəhimlərini, yəni şübhəli və təqsirləndirilən şəxslərini müdafiə etsinlər. Və Azərbaycan Respublikasının prokurorluğu da bu zaman onların müdafiəçilərin öz fikirlərini əsaslandırdığı müddəaları Konstitusiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, bu uyğunsuzluğa bir mövqe bildirilsin. Çünki prokurorluq hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinə əsasən, 92-ci maddəsinin 10-cu bəndlərinə əsasən müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək ona qadağandır. Həmçinin onun cinayətlə əlaqəsini və ya təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərlə iştirakdan imtina etmək və onun hüquqlarını həyata keçirməsinə mane olmaq müdafiəçilərə qadağandır. 92-ci maddəsinin 92.10.1-ci bəndində əsasən onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək müddəası və 92.10.3-cü maddəsində isə öz başına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanun mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və ya çoxunu müdafiə etmək. Bu qadağalar əsasən prosessual hərəkətlərdən iştirakdan imtina etmək və öz başına müdafiədən imtina etmək müddəalarına əsaslandırılır. Amma müdafiəçilər isə öz növbəsində deyirlər ki, şübhəli və təqsirlənən şəxs barəsində axtarış və götürmə aparılmasında onların iştirakı müdafiəçi iştirak etmək hüququna malikdir. Yəni burada iştirak müdafiəçinin vəzifəsi yox, hüquqi şəklində qiymətləndirilməlidir. Ümumiyyətlə 244-cü maddə axtarış və götürmə ilə bağlıdır, amma əsasən təcrübədə istintaq zamanı şübhəli və təqsirlənən şəxslərin üzərinə şəxsi axtarış aparılan zaman müdafiəçilər daha çox iştirakdan bir növ yayınmağa, yəni iştirak etməməyə çalışırlar. Yəni burada əsas məsələ 246-cı maddədə olan şəxsi axtarış istintaq hərəkətidir. Ancaq müdafiəçinin istintaq hərəkətlərində iştirak etmək hüququnu təsbit edən norma 244.2-ci maddə olduğu üçün Konstitusiya Məhkəməsi 92-ci maddələrin müvafiq bəndləri və Cinayət Prosessual Məcəlləsinin, həmin məcəllənin 244.2-ci maddələrini şərh etməyə, izah etməyə çalışmışdır. Əlbəttə, Konstitusiya Məhkəməsi qeyd edir ki, axtarış və götürmə istintaq hərəkətlərini təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Yəni bəzi hallarda istintaq hərəkəti
təcili şəkildə həyata keçirilməli olur və bu hallarda müdafiəçinin iştirakı istisna oluna bilər. Bu da istintaqın həyata keçirilməsi üzrəsindən asılıdır. Müdafiəçiyə məlumat vermək, bəzən onun gəlməsini gözləmək mümkün olmadığı hallarda Cinayət Prosessual Qanunvericiliyi imkan verir ki, müdafiəçi olmadan da bu istintaq hərəkəti həyata keçirilə bilər. Amma Konstitusiya Məhkəməsinin plenumu həmçinin qeyd edir ki, istintaq və digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və təqsirləndirilən şəxs bunu tələb etmədikdə, cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərinin aparılmasında iştirakının tələb edilməsi yol verilməzdir. Yəni qeyd olunur ki, Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinin 3-cü bəndinə əsasən müəyyən hallarda müdafiəçisindən imtina oluna bilməz və müdafiəçi bu hallarda mütləq iştirak eləməlidir. Misal üçün qeyd oluna bilər şəxs anlaqsız vəziyyətdə olduqda, hərbi qulluqçu olduqda, yetkinlik yaşına çatmayan şəxs olduqda, müdafiəçinin iştirakının özü tələb etdikdə və digər hallarda 92.3-cü maddəyə əsasən müdafiəçinin iştirakı mütləq təmin olunmalıdır. Konstitusiya Məhkəməsinə plenumunda gəldiyi nəticələr ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin plenumu qeyd edir ki, 92.10.1-ci və 92.10.3-cü maddələri ilə Cinayət Prosessual Məcəlləsinin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir. Konstitusiya Məhkəməsinin plenumu hesab edir ki, 244.2-ci maddəsinə əsasən axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirak etmək hüququ ona görə təsbit edilib ki, müdafiəçi öz hərəkətlərini, müdafiə fəaliyyətini həyata keçirilməsi üçün qanunvericilik ona bu imkanı nəzərdə tutur və onun üçün bu imkanı ehtiva edir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin məcəllənin 244-cü maddəsi nəzərdə tutulmuş axtarış və götürmə istisna hərəkətləri şübhəli və təqsirlənən şəxsin iştirakı ilə aparıldıqda müdafiəçi müdafiə etdiyi şəxsin qanun mənfi qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdən iştirakdan imtina edə bilməz. Yəni müdafiəçi müdafiə etdiyi şəxsin hüquqlarını qorumalıdır və həmin istisna hərəkətində iştirak edib onun bu istisna hərəkətləri zamanı qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının tam təmin olunmasına özü də nəzarət etməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin plenumu 92.10.3-cü maddəsində özbaşına müdafiədən imtina etmək müddəasında şərh eləyir. Burada özbaşına müdafiədən imtina etmək həm müvafiq istintaq hərəkətlərinə nəzərdə tutulur, yəni ayrı-ayrı mərhələlərdə müdafiədən imtina etməyi, həm də tamamilə imtina etməyi və üzürsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. Yəni özbaşına imtina dedikdə müdafiəçi öz mülahizəsinə əsasən müdafiədən tamamilə və ya qısa müddətli imtina edə bilməz və Cinayət Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından həmin məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və götürmə istisna hərəkətləri şübhəli və təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Bunlar, bu sadaladığımız 5 məqam Konstitusiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli plenumun gəldiyi nəticələrdir, əldə etdiyi nəticələrdir. Bu nəticələr istintaq zamanı tətbiq olunmalıdır. Əlavə şərhə, əlavə kommentariyaya imtina ola bilməz və qeyd edək ki, Konstitusiya Məhkəməsinin plenumları Azərbaycan Respublikasının adından çıxarılır və bir mənalı şəkildə oradakı verilən şərhlər tətbiq olunmalıdır. Amma onu da qeyd etmək yerinə düşərdi ki, istintaq zamanı əsasən müdafiəçilər şəxsi axtarış istintaq hərəkətindən iştirakdan imtina edirlər. Burada da imtinanın iki səbəbi ola bilir. Birincisi, şəxsi axtarışın həyata keçirilməsi zamanı qanuna uyğunsuzluq, yəni qanun
pozuntularını yol verildiyi üçün onlar imtina etmək istəmirlər ki, gələcəkdə şəxsi axtarış istinad hərəkətinin video görüntüsü olduqda və ya hər hansı həmin istinad hərəkətinin protokolunu oxuyub onlar məhkəmədə müvafiq vəsatətlər qaldırıb bu istinad hərəkətinin nəticəsini sübut qismində sübutlar bazasından çıxarılmasına nail olsunlar və həmçinin də müdafiəçi qismində iştirak etsələr belə, bəzən zaman-zaman şəxsi axtarış istinad hərəkəti zamanı hakimlər də müdafiəçini dindirirlər və həmin istinad hərəkəti zamanı qanuna uyğunluq pozulub-pozulmadığını soruşurlar və bu zamanda artıq onlar şahid qismində ifadə verdiyi üçün müdafiədən növbəti mərhələlərdə çəkilməyə məcbur olurlar və bu iki səbəb müdafiəçiləri yayındırır bu şəxsi axtarışdan imtina etmələrinə gətirib çıxarır. Amma yaxşı olardı ki, Konstitusiya Məhkəməsi də məhz şəxsi axtarışın həyata keçirilən zaman baş verən hadisələri də nəzər yetirsin və orada olan müdafiəçilərin niyə müdafiədən çəkindikləri halları da aydınlıq gətirsəydi, bu şəxsi axtarışa daha da bu istinad hərəkətinin həyata keçirilməsində olan mövcud olan boşluqları birmənalı şəkildə aradan qaldırmış olardı. Bugünkü videomuzda biz şəxsi axtarış istinad hərəkəti haqqında danışdıq və Konstitusiya Məhkəməsinin plenumunu sizlərlə qısaca müzakirə etmiş olduq və ümid edirəm ki, faydalı oldu. Öz fikirlərinizi şərhlərdə bizimlə bölüşə bilərsiniz və müvafiq bu kimi videolara baxaraq asan şəkildə Konstitusiya Məhkəməsinin plenum qərarlarını yadda saxlamağınızı ümid edirik. Sağ olun, hələlik.